Məhəbbətin yoxalıbdır. Mənsiz dözə bilməzdim. Yaqın sevən çoxalıbdır. Sən getdikcən can ağlayır, dərdə düşür can ağlayır. Gecə gündüz qan ağlayır, qəlbim elə yoxalıbdır. Sən getdikcən ay nazı can ağlayır, dərdə düşür can ağlayır. Gecə gündüz qan ağlayır, qəlbim elə yoxalıbdır. Qəlbim elə yoxalıbdır. Qəlbim elə yoxalıbdır. Qəlbim elə yoxalıbdır. Bu sevgi bizi yandıran, eləsinə beləsinə, hər gecələr usandıran, eləsinə beləsinə. Bu sevgi bizi yandıran, eləsinə beləsinə, hər gecələr usandıran, eləsinə beləsinə. Oğlan çok sevirəm seni, niye küstürürsen beni? Sen edin tutan elimi, elesine belesine. Oğlan çok sevirəm seni, niye küstürürsen beni? Sen edin tutan elimi, elesine belesine. Gözlerimin qarasısan, Arasısan, ürəyimin parasısan, arasısan, söyləməklə qalasısan, eləsinə beləsinə. Gözlerimin qarasısan, ürəyimin parasısan, söyləməklə qalasısan, eləsinə beləsinə. oğlan çok sevirəm seni, niye küstürürsen beni? Sen edin tutan elimi, elesine belesine. Aydın çok sevirəm səni, niyə küstürmüsən məni? Məni idin tutan əlini, eləsinə beləsinə. Eşq olsun. Sən idin tutan əlimi, ay nazlı eləsinə beləsinə. Nereden verip gitme, derdimden öleceksen. Ara baksan karşımda, sen beni göreceksin.
beləsinə Eləsinə beləsinə Böyürəm mən yenə bunu Eləsinə, eləsinə. Nazenin. Allah səhvə eylesin. Təşəkkür edirəm, mikrofonu xahiş edirəm, danışmaq üçün götürək. Axşamınız xeyir olsun. Əziz Nazilə verilişinin tamaşaçıları, əziz Dünya TV tamaşaçıları, xoş gördük sizi. Yenə sizin üçün çox gözəl, möhtəşəm bir veriliş hazırlamışıq. Məhz sizin üçün. Bura çox gözəldir və bir daha xahiş edirəm, ekranlara yaxın əyləşin. Bugün çox gözəl, baxın, xahiş edirəm, yaxşı-yaxşı çəksinlər. O tərəf hələ keçməyək, Mübariz qardaşım hələ keçməyək. Bu dörtlüyə baxın hələ, maşallah. Cavan-cavan, cıvıl-cıvıl oğlanlar, istedadları, maşallah. Hərəsində gözəl döyünən bir ürək və hərəsinin də özünə məxsus nəğmələri və bugün hamısını tanıyacaqsınız. Bizlər də belə olmuşuq, tanınmışıq sizlər kimi. Və təbii ki, hər dəfə demişəm, yenə deyirəm, mən gənclərə dəstəyəm. Nə zaman ürəyiniz istəsə, buyurub gələ bilərsiniz. Və həmən gəlirik təbii ki, məni geyinib keçindirən bu X-Lady mağazasına bir nəzər salaq. Və burada hər dəfə sizə deyirəm, bəylər də var burada, indi bunları da deyəcəm. Kimin sevgilisi var, həyat yoldaşı var, xanımı var. Burada həm 100 manatlıq kart var, həm də 200 manatlıq var. Bu o deməkdir ki, Mübariz. Demək, qardaşım, arvada pul verdin, getdi də, xanım getdi bazarlığa, bir qəpikdə qalmır. Amma bu elədir ki, gedirsən, zəng vurursan bu nömrələrə, bu kartlardan alırsan, kim istəyir 200 manatlıq alır, kim istəyir 100 manatlıq alır. Bir şey də açıqlayayım ki, Nazənim, bu X-Lady mənim əskər yoldaşım, 3 il bir yerdə qulluq elədiyimiz Hafiz qardaşım, Allah canı sağ eləsin. Amin. İnan ki, mən elə hər dəfə yoldaşıma üzr istəyirəm, özümə gev oradan alım. Təbii, qadınların tək ünvanı, gözəl, doğru ünvan, X-Lady mağazası, Neftçilər metrosunun düz üstündə yerləşir, əziz tamaşaçılar. 4 mərtəbəli gözəl bir mağazadır. Hal-hazırda çox böyük endirim var, çeşidlər çoxdur. Baxın, bugün də belə gözəl göçək geyindiriblər, qızlar məni oradan yola salıblar. Aksesuarlar da bugün X-Lady'dən. Sağ olsunlar. Saçıma başıma görə də Yeganə xanıma təşəkkür eləyirəm və X-Lady-də hal-hazırda əziz xanımlar nələr var. Sadəcə olaraq ora getməyə lazımdır. Bir daha X-Lady sizə təşəkkür edirəm. Xanımlarımız zövqlə geyinmək istəyirsinizsə X-Lady'yə müraciət edin və mən də bilirsiniz ki, hər həftə oradayam. Hər həftə, həftədə heç olmasa 2 dəfə oradayam. Nəinki mən, müğənnilərimizin çoxu, Bahar xanım, Könül xanım, Şəbnəm xanım, hələ yadıma düşənlər bunlardır, çox müğənnilər. Nəysə, xoş gəlmişsiniz. Dönürük həmən studiyamıza. Bayaq ifa etdik, elə mənim hamının çox tanıdığı, mənim şəxsən, həm şəxsiyyətinə, həm sənətinə böyük hörmət etdiyim Aşıq Mübariz. Xahiş edirəm, krupunu bir çəkin mənim qardaşımı. Kraldır, mən ona həmişə aşıqların kralı deyirəm. Kraliça Tellixan mı deyirəm? Kralımız da ki bizim... Yəni, aşıq musiqisini, Mübariz, mən sən deyəcəm, çünki biz sən deyə müraciət edirik. Mən səndən başqa heç kimə yaraşdırmıram, belə dursun onunla şou göstərsin. Mən onu sənə yaraşdırıram, çünki onun yaradıcısı elə Aşıq Mübariz olur. O saz sənətini belə... Və ona görə, əziz tamaşaçılar, sizə onu demək istəyirəm ki, düzdür, aşıq musiqisinə axır vaxtlar çox böyük maraq var. Sağ olsun rəhbərliklər, istər televiziyada olan rəhbərliklər, istər ölkəmizin rəhbəri çox böyük ozanımızdır deyə saza, ozana çox böyük qiymət verilir. Və mənim Mübariz qardaşım da maşallah harada gözəl məclislər var, orada əgər Mübariz deyirlərsə artıq bilirsən ki, o məclis daha necə lazımdır keçəcək. Və bayaq biz birlikdə ifa etdiyimiz bir duet var idi. Onu da deyim sizə ki, Mübariz ona görə özəlliyi çoxdur ki, o bura aşıqlardan. Maşallah, şeir də yazır, mahnı da yazır, bəstələyir, aşıq ifa eləyir, özü gözəl oxuyur, özü yazdıqlarını çox gözəl ifa edir və
çox gözəl də rəqs edir, çox gözəl də performans göstərir. Bunun özəlliyi budur, o biri aşıqlardan təbii ki. Ona görə də gələn ayağın var olsun deyirəm mənim qardaşım. Allah sənə var eləsin, Nazihan xanım, var olasan. Sən elə tək bütün Azərbaycan, bizim yox, bütün Azərbaycanın fəxrisən, sevimlisisən. Canım, Mübariz, bu mahnı... Sən sevməyən özün sevmir. Bu mahnını bir neçə müğənnilərlə duet oxumuşdur. Bahar xanımla, Şəbnəmlə, Sevillə. Çoxlu, bugün də... Amma mənim ürəyimdə bir dənə arzunu sən bugün həyata keçirdin. Allah sənə var eləsin. Orxanın toyuna gələk inşallah. İnşallah, amin. Və sağ olsun bugün burada gözəl, dəyərli ansamblımız var. Dostlar, instrumental ansamblı. Mən birazdan bunların hamısını bir-bir sizinlə tanış eləyəcəm və bir daha deyirəm, başda mənim Mübariz qardaşım olmaqla hər biriniz xoş gəlmişsiniz. Və burada, baxın, 4 biri-birindən yaraşıqlı, biri-birindən maşallah, icazə ver, gəlim oturum burada. 4'ü də əjdaha da bunlar. 4'ü də maşallah, hə. Bunlar artıq ola bilər bizim tamaşaçılarımız yarısı tanıyır, yarısı tanımır. Amma bunlar maşallah elə hansı məclisə gedirsən oradadılar. Bunlar verir bizə mikrofonu, buyurun oxuyun, gəlib görür artıq məclisi bunlar idarə edirlər. Çünki artıq maşallah başlayıblar özləri üçün hardasa bir yer tutmağa. Və təbii ki, biz televiziyada və bizlər də borcumuzdur. Baxın, bunları belə tanıdaq insanlar. Hər gündə Elvin qardaşımın, Səyyad qardaşımızın oğludur. Allah saxlasın, Səyyadda salam göndərir. Hər gündə klipləri gedir. O başdan təqdim eləmək istəyirəm. Nurlan Dumanoğlu və birlikdə bugün özdə ifa eləyəcəklər və təbii ki, Elvin Səyyadoğlu. Elvin də ki, bizim Səyyad qardaşımızı hər kəs tanıyır. O bizim səs rejissorumuzu, atası səs rejissorumuzu. Ona görə də elə atasının ləqəbini götürür. Mənim ən yaxın dostumdur. Gözəl insan. Buradan onu da salamlayırıq. Bilirəm ki, oğlu buradadır. İndi baxır bizə. Həmişə baxırdı, amma bu indi hamı oturub da indi efirin qabağında, onu bilirəm. Və təbii ki, musiqili meyxanada öz sözünü deyən bir balamız var burada. O da Rafael Əlizadədir. Bu balamızdır. Və Mütalib Cəbrayıllı. Xoş gəlib, səfa gətirib. Demək, indi mən nə demək istəyirəm? Bunların xahiş edirəm, belə sakit oturmağına baxmayın. Birazdan bunların səsi elə çıxacaq, əziz tamaşaçılar. Biz bunları sustura bilməyəcəyik. İndi çox xahiş edirəm, götürsün buradan Səyyadla, təbii ki, Elvinlə Nurlan. Siz xahiş edirəm, bu ansamblı təqdim eləyin, təbii ki, iştirakçılarını. İlk öncə sizləri salamlayıram, Mübariz müəllimi salamlayıram, bu gözəl musiqiçilərimizi salamlayıram, tamaşaçılarımızı salamlayıram və istərdim ki, musiqiçilərimizi adlarını çəkəm. Qarmonda, xahiş edirəm adını siz deyin oradan. Qarmonda. Taik. Buyursun. Sintezator. Elmil qardaşımız. Bravo. Gitara. Firdovsi qardaşımız. Bravo. Nağara. Kamil qardaşımız. Bravo. Və Udarnik. Udarnikdə Vuqar qardaşımız. Yaşa Vuqar. Eşq olsun. Bu qədər. Görürsünüz, bunların səsi gəldi. Burada bir də nə olacaq? Əjdaha ansambıldılar, özdə bunlar. İndi Mübariz, bunlar hansına söz verək dursunlar ayağa? Valla bu ikisinin o qədər bu Dünya TV'də Allah canı sağ eləsin Ramiz müəllimin. Oğlu Əlinin, mənim dostum, qardaşım. Hər gün baxıram ki, elə bunlar, o bir dənə xanım orada kompüterdən var, onlar da iki sözlərini ələk eləyib orada. İndi onu dursunlar. Mən demişəm, bir daha kompüterdə ələk eləməsin. Qardaş, qoş narazı 3 nəfər olub. Amma qəşək dalınıb, sağ olsunlar, valla. Maşallah, Mübariz izləyirsiniz, görürsünüz. Yox, baxıram, çox gözəl alınıb. Və xahiş edirəm, siz salamlaşın bizim tamaşaçılarla və buyurun, gəlin məharətinizi göstərin.
etmeyir sendeki dada. Şad olaram bu dünyada, gülüm benim olsan, gülüm benim olsan, yarım benim olsan. Şad olaram bu dünyada, gülüm benim olsan, gülüm benim olsan, yarım benim olsan. Sənə can deyərəm mən, nazlı ceyran deyərəm mən, canı qurban deyərəm mən, gülüm mənim olsan. Sənə can deyərəm mən, nazlı ceyran deyərəm mən, canı qurban deyərəm mən, gülüm mənim olsan. Gülüm mənim olsan belə, yarım mənim olsan belə, gülüm mənim olsan belə, yarım mənim olsan belə. Ürəyində od olaram, dodağında da dolaram. Ömür boyu şad olaram, gülüm mənim olsan, gülüm mənim olsan, yarım mənim olsan. Ömür boyu şad olaram, gülüm mənim olsan, gülüm mənim olsan, yarım mənim olsan. Sənə can deyərəm mən, nazlı ceyran deyərəm mən, canı qurban deyərəm mən, gülüm mənim olsan. Sənə can deyərəm mən, nazlı ceyran deyərəm mən, canı qurban deyərəm mən, gülüm mənim olsan. Gülüm mənim olsan belə, yarım mənim olsan belə, gülüm mənim olsan belə, yarım mənim olsan belə, gülüm mənim olsan belə, yarım mənim olsan belə, gülüm mənim olsan belə, yarım mənim olsan belə. Bravo, təşəkkür edirik. Elvin mənim verilişimdə, Mübariz, artıq bir dəfə olub. Elvin Səyyədoğlu bir dəfə olub mənim verilişimdə. Bəli, olmuşam bir Hə, maşallah, o vaxt Gülüm bu mahnını oxuyanda Səyyad hələ təzə kövrək adımlarını qoyurdu. İndi toylarda bu mahnılarını oxuyurlar. Demək, bu mahnı. Səyyadın da böyük əziyyəti var da bu kişinin üstündə. Ay, əsas özüdür. Səyyad gəlib oxumur ki, onu Allah əvəzini. haqqı Səyyad. Bunu Səyyad tartıb gətirib ki, sənin səsin var. Mən Get indi oxu. istərdim Rafael Əlizadən xahiş edirəm bir dənə çəkin, o gözəl simasını, şirin balamızın xahiş edirəm. İndi bizim Rafaelimiz qalxsın ayağa, əvvəl salamlasın. Ürəyində olan kimə sözü, salamı varsa yetirsin. Çox sağ olun. Mən də salamlayıram hər kəsi, bizi izləyən tamaşaçıları. Böyük oğlumu oxşatdım ona görə. Sizləri və dəyərli qonaqları hər birinizə minnətdarıq. Nə mahnısı? Yeni mahnıdır, yəni musiqili meyxanada. Nə gözəl. Mən də oxuyuram artıq, mən də müraciət Bilirəm, edirəm. bilirəm. Musiqili meyxanaya. Maşallah, nə var elə bu dəqiqə ancaq musiqili meyxana musiqili, tutur, başqa bəli. heç içində də tutmur toy bazarımızda. Və mən də 2 mahnı oxumuşam. Musiqili meyxanadan tutarlı olub, biri çıxaq gedək buralardan, biri üstülü qalmaya. Ondan əvvəl Ağa Kərimin bir sözlərini oxumuşam. Mehman Əhmədli nə qədər sözlərini, Pərviz Bülbülənin sözlərini oxumuşam. Maşallah, hamı da tutub maşallah. Uğurlar arzulayıram. Maşallah, cavandırlar, gənclər. Maşallah, bunlarda o qədər istedad var ki. Mahnının adı nədir? Darıxmışam, belə adlanır. Darıxmışsan, hə? Ünvanını deyib, o denən yaxın otursun. Hardasa. Mən elə çox darıxmışam səndən ötürü yar, səndən
darıxmışam Necə deyim darıxmamışam, yox darıxmışam Sən gedəni fikirdəyəm, xəyaldayam mən Heç xəbərim varmı sənin, nə haldayam mən Sən gedəni fikirdəyəm, xəyaldayam mən Heç xəbərim varmı sənin, nə haldayam mən Mənə nə çox darıxmışam, səndən ötürü yar Səndən ötürü yar Sən heç darıxmamısan mı, məndən ötürü yar Məndən ötürü yar Mənə nə çox darıxmışam, səndən ötürü yar Səndən ötürü yar Sən heç darıxmamısan mı, məndən ötürü yar Məndən ötürü yar Təsəllimdə təkdir ki, öyle şəkillər mənim Hər baxanda yadıma düşür oyunlar mənim Səni düşünən sənə görə darıxan bu ürəkdir Sən heç bilirsən darıxmaq nə deməkdir Səni düşünən sənə görə darıxan bu ürəkdir Sən heç bilirsən darıxmaq nə deməkdir Mənə nə çox darıxmışam səndən ötürü yar Səndən ötürü yar Sən heç darıxmamısan mı məndən ötürü yar Məndən ötürü yar Mənə nə çox darıxmışam səndən ötürü yar Səndən ötürü yar Sən heç darıxmamısan mı məndən ötürü yar Məndən ötürü yar Yoxluğuna alışmıram, alışa bilmirəm Dərdimi kimlərəsə deyib danışa bilmirəm Mən axı sənsiz niyə öyrəşməmişəm yar Hamıdan çox indi sənə ehtiyacım var Mən axı sənsiz niyə öyrəşməmişəm yar Hamıdan çox indi sənə ehtiyacım var Mən elə çox darıxmışam səndən ötürü yar Səndən ötürü yar Sən heç darıxmamısan mı məndən ötürü yar Məndən ötürü yar Mən elə çox darıxmışam səndən ötürü yar Səndən ötürü yar Sən heç darıxmamısan mı məndən ötürü yar Məndən ötürü yar Təşəkkür edirik Rafael Əlizadəyəm. Yolun belə uğurlu olsun, yolun açıq olsun. Bu var YouTube'da bu mahnı. Mənim oğlum Orxanım. Var, bəli. Hə, mən onu çəkəcəm, sən mahnıva qulaq asır. Özü girir tapır, 4 yaşı yoxdur Orxanım. Mən bayaq dedim, Fəxriyə oxşadıram. Böyük oğluma da oxşadıram bunu, kiçik oğluma da oxşadıram. Şirin gəldi mənə, Allah saxlasın, Allah mama, papaya bağışlasın səni. Çox sağ ol. Uğurlarınız bol olsun. Mənim balamın 3 yaş yarımı var. Haçan baxırsan, Nuriyə qulaq asır, bir də meyxana. Bala deyir özdə, bir sən nə deyir? Özü axtar, özü tapır. Bir dəfə atası Allah gəldi. sağlasın. Bir, ana zənin, deyirəm, aya bunlara bu mu baxır? Allah haqqı deyirəm, yox, yəqin kimsə deyirəm, bunu qulaq astırıb ona deyirəm. Ola bilməz, bu özü nətər girib buna, 3 yaş yarımı var uşağın. And olsun Allaha deyir, ata bax deyir, özüm tapdım, mən tapdım deyir. Bu, Üzeyir, bütün nə qədər rep deyənlər, hamısı, bu uşaq artıq deyirəm, ay Allah, evimiz yıxıldı, bu da deyəsin, ya rep deyən olacaq, ya da meyxana deyən olacaq. Mən onu başqa sahədə görmək istəyirəm. Amma çox meyli var, amma heç oxuma oynasın, belə ritm, hərəkət göstərmir də bu uşaq. Amma meyxanaya çox qulaq asır. Səni inandırım ki, mən qardaşın canından da olsun, özüm ölüm. Mənim İndik maşınımda uşaqlara. ancaq musiqili meyxanadır.
Hə, uşaqlar indiki uşaqlar da İndi ola maraq bilər. çoxdur, Deyirlər, bəli. niyə maşında saz Hə. yoxdur deyirəm. Mən bunu xoşlayıram. Və Sənə uğurlar Rafa. Çox sağ ol, uğurlar, təşəkkür. yolun açıq olsun. İnşallah. Tərziniz gözəldir, maşallah. İndiki cavanlar bu dəqiqə elə kim toyunu istəyirsə, eləyirsə, cavan uşaqlar hamısı belə tərzdə, bax, belə cavanlara daha çox müraciət edirlər və bizim gəlirik, təbii ki, burada bir qardaşımız, bir dostumuz, bir balamız var. Mən istəyirəm, bayaq bir dənə bu pərdə arxası bir Yaman canlı, getdi bir bu gözəl ayaqları. mahnı Hə, oxudu. yaman getdi bu. Valeh elədi bizi. Və təbii ki, indi istərdim bizim bir müğənnimiz var. Onu da sizə mən təqdim eləyim. Çox istərdim ki, əziz tamaşaçılar, baxın, belə müğənnilərimizə diqqət ayırasınız, nəzər yetirəsiniz, müraciət eləyəsiniz. Çünki baxın, bunlar o sevgini sizdən görsələr daha çox stimul olacaq onlarda. Daha çox, təbii ki, öz zərələrində çalışacaqlar. Bunlardan da təbii ki, bugün Mütayib Cəbrayıllıdır. Əsliniz Cəbrayıldandır, eləmi? Ona görə Cəbrayıllı təxəllüsü götürüb özünə bizim balamız. O gün olsun Cəbrayılda, Amin. Kəlbəcərdə, Amin. o torpaqlarımızda oxuyaq inşallah. Amin. Mütayib, bir söz soruşum. Baxırsınızmı mənim verilişimə? Və tək baxmasaq burada əyləşməz. Ümumiyyətlə, baxın, necə olur? Təəssüratınız necə olur? Çox xoşdur valla. Bütün Cəbraillər adından əvvəla sizə salam Öpürük buradan göndərirlər. hər birini. Belasvar ərazisində yerləşir. 11 qəsəbə var orada. Bütün orada Nə gözəl. yaşayan Cəbraillər hamısı sizə Salam salam deyir. göndərir, Çoxlu-çoxlu. var olsunlar. Və sizdən mahnı gözləyirlər. Mən də əvvəla Azərbaycan xalqını salamlayıram. Ustadım Manaf Ağayevi burada çoxlu-çoxlu salamlar Sən ki, göndərirəm. onun adını çəkdin, elə manafın dili ilə bir söz de, qardaş, sən çörək tapazsan. Çünki mənə çox yaxşı olub, doğrudan. Sağ Mən olun. onun əməyini itmərəm heç vaxt. Mən də Bütün- buradan salam göndərirəm dostumuza. Bütün Cəbraillarımı da Manava. təşkil salamlar və çox şadam ki, bugün Nazənin xanım sizin verilişinizdəyim valla. Sağ olun. Allah sizə uzun Hər ömür, zaman xoşbəxtlik sizə versin. dəstəyəm, hər zaman. Çox Nə sağ olun. zaman ürəyiniz, yeni mahnınız olsa, gəlin baxın, bizim prodüserimizə təbii ki, müraciət eləyin. Ola bilər mən biraz, yəni çox olur. Artıq bizdə oktyabr ayına kimi doludur bizim yerlərimiz. O qədər, yəni axım var. Təbii ki, baxırlar deyə. Bölgələrimizdə nə qədər musiqiçilər, ansambl istəyir gəlsin, çıxış eləsin bizim verilişdə. Vallahi söz verirəm, yavaş-yavaş hər birinizi dəvət edəcəm. Amma siz özünüz də başa düşün. Bugün artıq verilişimiz canlı getmir, əziz tamaşaçılar, onu da deyim sizə. Ona görə ki, baxın, bunlar güya indi biz birinci təzə-təzə başlayıblardı, amma hamının toyu var. Bizdən yaxşıdırlar. Bunlara görə salmışam, bugün çəkmişəm ki, bunlar toylarına getsinlər. Və bugün elə buradan da veriliş bitər-bitməz, Allahın köməliyi ilə yenə təkliflər alacaqlar. Təbii ki, təki toy olsun. Bu, istər Cəbraillilərin, istər bütün Azərbaycan xalqının elə işi biz musiqiçilərə düşsün. Həmişə bunu mübarizdir toyda. Qardaş, işinizdir, bizə düşsün. Buyur, nə oxuyacaq bizim üçün? Səndən yox deyil, gərək həqqi bu cavanlar var. Bunlar 100 yaşından sonra sən onsuz da bu dünya hamı üçün də hamımız gedəcək. Əlbəttə ki. Bu cavanlar gərək sənin heykəlin qoyalar ki, özdə qızıldan Gələn dəfə bir tort alacaqlar, çay içəcək, şirin-şirin. Buyur, nə oxuyacaq Mütayib bizim üçün bu günləri? Öz mahnımı oxuyacağım, Nazlı qız Musiqisi oxuyacağım. Sözləri və musiqisi Məmməd Həsən Bəhməninindir. Aa, nə gözəl, onun gözəl Buradan da mahnıları var, çoxlu-çoxlu Məmməd Həsən müəllimə Çox gözəl mahnıları var. salamlar göndərirəm. Çox sağ olun. Siz çox sadə insansınız. Allah kömək.
Təşəkkür eləyirik, maşallah. Bir də bugün nəyə fikir verdim mən? Ümumiyyətlə, məni yaxından tanıyanlar, təbii ki, bunu Mübariz qardaşım bilir. Məni yaxından tanıyanlar bilirlər. Bunların bugün bu geyim keçiklərimlə, kişi kimi cüssələrinə, o kişi yaraşıqlarına valeh oldum. Mən cavanlarımızı, baxın, belə görmək istərdim. Ata-babalarımızın belə adlarını qoruyan, nəsillərinə hörmət edən, insanlara hörmət edən, baxın, bu cavanlarımız həmişə belə qalın. Kim sizə deyəcək ki, buradan yırtıq eləyin, gətirin, burada qoyun, buradan buraya qoyun. Səhnə, vallah, sevmir elə şey. İnsanlar sevmir. Baxın, halal olsun sizi böyüdən valideynlərə, halal olsun evinizdəki olan o tərbiyəyə və buradan da əminliklə deyirəm bunların bütün valideynlərinə. Nə yaxşı ki, baxın, belə balalarınız var. Çünki artıq hər şeyə diqqət yetirilir. İstər efirdə, istər cəmiyyətdə. Baxın, Mübariz, mən çox istərdim. Baxın, mən çox sevirəm oğlan uşaqları. Belə kişi kimi geyinsinlər. Kişi kimi bilirsiniz, belə baxarsan ki, kişi gəldi. Bu da sizə yaraşır. Bizim elə Azərbaycan oğullarımıza yaraşır. Hərəsi bir evin dirəyi, hərəsi bir nəslin dirəyi və bir daha təşəkkür eləyirəmsə, təbii ki, bizim verilişimiz hələ indi başlayıb. İndi keçidarıq bizim kral aşığımıza. Kral aşığımız da ki, mən həmişə bunu Mübariz üçün deyirəm. Mən istəyirəm sənin sevdiyin bir mahnı var, onu ifa edeyim inşallah. Aha. Bizim Rais qardaşımız sağ olsun. Oradan inşallah o mahnı Mübariz, sən verər. Və Röya xanım sağ olsun, salam deyirəm. Söhbəti xahiş edirəm. Onlar əziyyət çəkirlər. Dəyişmə söhbəti, mənim sənə bir sualım var. Görüm, əkizlər necədir? Yaxşıdırlar. Evdə buradan mamaya çoxlu salam göndərirəm. Çox sağ ol, siz bilirsiniz. Mübariz qardaşımızın maması mənə o qədər çox istəyir. Bunu bilirəm. Məni, Könül xanım Xasiyevanı, sonra yenə var Elnarəni, Gülyanağı, ümumiyyətlə bütün müğənniləri çox istəyir. Şəbnəmi, Baharı, Şəbnəmi, hamımızı, Sevil İskəndərini. hamısını çox istəyir, amma mənə biraz onlardan çox istəyir. Bəli. Bunu da deməliyəm, ya olmaz. Bir dəfə bizim evdə veriliş olanda yadındadır da, necə? Ona Mübariz qardaşım sürpriz eləmişdi anasına. Allah o şirin dilli mama can sağlığı versin. Ömrü uzun, sağlıqlı ömür qismət eləsin Allah. Mən deyirəm də, valla Allah haqq ürəklə deyirəm, yəni bu veriliş xatirinə Allah eləməsin olsun. Yəni səni istəməyən həqqi özün istəməz. Mən dünyanın o yeri yoxdur ki, orada mənə sual verməsinlər ki, müğənnilərdən sən hansını da belə yaxşı toy aparan, can qoyan. Birinci sənin adı çıxanda dəşdir. Nazır işte. Nazır bir dənədir. Bir oradan qaydır ki, mənim uşağımı toyun eləyib falan yerdə. Bir oradan qaydır, qardaş, bu şəhərə gəlmişdi mənim oğlumun toyuna. Bilirsən, onu özün qoruyub saxlabsan. Allah səni var eləsin. Sağ olun. Elimizin toy şənlərindən əsik olmayasan. Sağ olun, mənim o Allahdan arzu edirəm ki, o gözəl balalarının həmişə xoş günlərin, xoşbəxtliyin görəsən inşallah. Amin. Bütün Allah balalara toy qismət eləsin. Tək elə gələk balalarınızın toylarını oxuyaq. Buradakı qaqalarıma da üzr istəyirəm. Gələcəkdə uzun ömür, can sağlığı, gözəl müğənnilik. Bəyəndinmi? Tanınmış müğənnilərdən olsunlar. Amin, olacaqlar. Bunların, nə bilmək, uçiret dursun ki, 2 il bundan qabaq bizim toyumuz olacaq. Bax, mənim yadıma nə düşür bunlar kimi? Bir 19 il bundan öncə mən də belə sakitcək belə otururdum, həsrətlə baxırdım belə. Mənim ilk efirə çıxışım olub, Respublikanın xalq artisti Zaur Rzayev olub, Respublikanın xalq artisti Aygün xan Bayramova olub və Ağa Cəbrayıl müəllim olub. O vaxt Gəl Səhərin verilişi vardı və hər kəs bilirdi ki, Azərbaycanda bir televiziya təbii fəaliyyət göstərirdi. O da Azərbaycan televiziyası idi. Məni də ilk dəfə Rəmiş çıxardı bu efirə. Allah, Gəl Səhərin verilişi vardı. Sonra xoş gəlmişsinizə çıxdım. O vaxt, baxın, belə bunlar kimi deyirdim, ay Allah, yəni mən də görəsən nə vaxtsa onlar sevilə bilərəmmi? İnsan əmək verəndə, çalışanda Allah Teala hardasa sevdirir. Baxın, belə bu istedadlıdırlar, maşallah, hamısının özünə görə istedadı var. Ne üçün də, əziz tamaşaçılar, siz bunları ne üçün də tanımayasınız? Baxın, elə buna görə də siz belə eləyin. Gördün özünə nə gözəl səslər var. Hə, maşallah, ərənin öz ayrı-ayrı tempri var. Bayaq oxuyanda Səyyadın səsinə, Elvinin səsinə dedim ki, Elvin üçün deyirəm, Sabir Əliyevin səsini mən hər adamda duymuram, amma Elvində Sabirin səsi gəldi belə. Sabirdə maşallah yırtıcı müğənnidir. Özü çoxdan oxuyandı ha, Nazan xanım. Mən o vaxtı 2003-2004-də mən Cavanşir müəllimin ansamblda, yəni orada işləyəndə, Elvin oradakən hələ oxuyurdu o.
Nəysə, sizin dördünüzə də uğurlar. Sağ Nə olun, yaxşı ki, təşəkkür varsınız. Hə, əziz tamaşaçılar, sizi çox intizarda saxlamayaq. Bir Sən ifasını sevdin eşidək. onu istəyirəm onu. Hə, istəyirəm onu oxuyasın.
təşəkkür eləyirəm. Baxın, əziz tamaşaçılar, ona görə mən buna kral deyirəm. Nə üçün deyirəm? Baxın, saz ifaçı çoxdur, amma sazı danışır, qardaş. Həm danışır, həm düşündürür, həm ağladır, həm güldürür, həm oynadır. Vallahi. Orxan balanın toyunda inşallah. Mən bunu səmimi deyirəm, Mübariz, özün öz qədrini bil. Mən səmimi deyirəm, özün öz sənətinin dəyərini bil, qədrini bil. Mən bir söz deyim, üzr istəyirəm. Mən elə oradan qayıdan günü siz efirdeydiniz, Fransadan. Mən iki həftə deyil ki, 10 günlük bizi toya çağırmışdılar. Özdə ki, Səlyanların toyuda, Allah buradan salam göndərir. İlkinin toyuydu. Qız toyuna bizim əməkdar artistimiz Həsən ağa öz ansamblilə getmişdi. Oğlan toyunda mən ansamblı aparmışdım. Nə gözəl. Kaş görəydin ki, bizi necə qarşılarlar orada. Necə hörmət qoydular. Biraz da təbii ki, həsrət var qürbətlikdə. Otel qalmışdı bir qıraqda, yox bizim evdə qalmalısınız, bizim ev sizin evdir. Çünki dəyərinizi bilirlər, Mübariz. Bəli, yəni qiymət sənətdən anlayan insanlar, təbii ki, baxın, sənətçilərə çox böyük hörmət qoyurlar. Allah Taala, əziz tamaşaçılar, mən özümlə danışmıram, ümumiyyətlə, əgər biraz qıslaqda, biraz səs veribsə Allah Taala bizə və bu cür istedad veribsə, sazı, nə olsun, hamı ifa edir sazda, amma sazın öz dili var da, Mübariz ifa etmir ki, sazla danışır. Saz hamımızla danışır, sadəcə, valla oxuyurdu sazı. Ona görə mən ona özəl kral adı qoymuşam. Sənətinə hörmət qoyaraqdan deyirəm bunu. Çünki doğrudan da hansı bir məclisə Mübariz əgər orada olursa, inandırımsa, möhtəşəm bir bu gündən söz verirəm ki, toy bayram olur. Bu sözü sən deyirsənsə, mən o adı götürəcəm. Vallahi götür o adı. Və oğul da istəyirəm ki, çıxsın qabağıma. Yox, heç kəs çıxanməz, özünü öldürməz. Çox cəhd eləyiblər. Var Nazı dediyi adı. Eləmək istəyəndə indən deyirəm, bilsin tamaşaçılar ki, özünü reklam eləmək istəyəcək ondan, amma alınmayacaq. Vallahi özün öz qədrini bil. Biz bilirik, bilən bilir. Deyirsən, bizi elə orada qarşıladılar. O sənətini düzgün başa düşən insanlardır. Buradan bir daha təşəkkür edirəm, əziz tamaşaçılar sizə. Bizim Instagram dostlarımız, hamınız xahiş edirəm. Buradan Instagram dostlarınıza salam göndərin. Salamlayıram. Mən də salam göndərirəm. Mənim Instagram bir dostum var, Hikmət Sabirabadlı. Möhkəm xəstələnib, hətta xəstəxanaya belə düşmüşdü. Allah qıymasın mənim qardaşıma. Buradan öpürəm bütün Sabirabadlıları, Hikmət qardaşıma və buradan onun anasına. Elə Facebook dostlarımız da qataq. Hamısını buradan salam göndərəm. Moskvadan Dişat xanım, Mehman Dişat var. Onu öpürəm buradan, salam göndərirəm. İradəmə, Aysu Nazənin fanatı, hansını deyim, Aygün, Leyla xanım var bizdə şairə, Ceyran xanım var şairə, hamımızı öpürəm. Nazı, bu ayın 28-i mən Moskvaya yaxın bir dostumuzun balasının toyuna gedirəm. İnşallah. Şahanə adında qızdır. Buradan mən buradan təbrik edirəm. Xoşbəxt olsun. Amin. Və burada bu qardaşlarımıza, siz də bax, kimə salamınız var deyin. Mən də ayın 29-u bizim gözəl ziyalımız Mədət müəllimin övladının toyudur. Mən də onu təbrik edirəm. Allah xoşbəxt eləsin. Amin. Çox sağ olun. Mən də bir daha salamlayıram hər kəsi və bütün dostlarıma salam deyirəm. Bir də bizi izləyirlər əmim, əmlərim, dayılarım, onları da salamlayıram. Adları nədir əmlərin? Fəxrəddin, Rafiq, Afiq. Ay, nə gözəl. Verilişə baxırlar hər zaman. Nə gözəl, biz də salam deyirik. Bizim balamızdan müğayət olun, tərbiyəli balamızdır. Bir də Zabil müəllim, onu da salamlayıram buradan. Lap gözəl, hə. Buyursun Elvin. Mən də öz dostlarıma, məni tanıyan dostlarıma salamlar göndərirəm. Bu qədər. Nazar xanım, mən ilk öncə sizi bayaq salamlaya bilmədim. Bütün Azərbaycan xalqını, tamaşaçılarımızın hər birisini salamlayıram. Hər birisinə can sağlıq, uzun ömür. Sağ olun. Allah bütün dualarını qəbul etsin inşallah. Amin. Dostlar, instrumental ansamblı. Siz də belə var olun. Xeyr ola, səsiniz gəlmir. İndi bu dəqiqə sizin səsinizi elə çıxaracaq ki, dayanın. İndi xahiş eləyirəm, qalxsın Elvingil ayağa. Burada bir performans göstərsinlər. Tamaşaçılar da darıxıb, biz də. Dostlar ansamblı, buyurun. Bizdən ayaq kəsən gözəl, bu gəl nazlana, nazlana, balana
aşıqlar ki sən gözəl Bu gəl nazlana nazlana Bana nazlana nazlana Sen gel nazlana nazlana Bu gel nazlana nazlana Yarım nazlana nazlana Canım nazlana nazlana Sen gelmezsen özüm gelme Sen gelmezsen özüm gelme Bu gel nazlana nazlana Bala nazlana nazlana Sen gel nazlana nazlana Bu gel nazlana nazlana Yarım nazlana nazlana Canım nazlana nazlana Su serindir geçirmez Bulanıktır içilmez Su serindir geçirmez Bulanıktır içilmez Mənə deyən yardan keş Yaşırını keçirmez Mənə deyən yardan keş Yaşırını keçirmez O yana döndər məni Ya bu yana döndər məni Ya bu yana döndər məni Ya bu yana döndər məni Ürəyim yaralıdır Qəbibə göndər 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 məni Bu Qəlbimin sevinci Sənin yadigarında Yuxumu qaçıranlar Sənin intizarında Bu qəlbimin sevinci Sənin yadigarında Yuxumu qaçıranlar Sənin intizarında Sən könlümdən xəbərsiz Sənə şərik ələrsiz Sən qəlbimdən kədərsiz Sənə şərik ələrsiz İnsaf da yaxşı şeydir Maşallah Oy kısmetler incimsen Güzel yegemirsen Ahardın sevincimsen Güzel yegemirsen Ay kısmetler incimsen Niye bize gelmişsen Apardın sevincinsen Niye bize gelmişsen Yüzme sana yanaşmır ayara gözlüm Küsme sana yaşmıyor ama gözlüye Bize niye gelmişsen Bize niye gelmirsen Bize niye gelmişsen Bize niye gelmirsen Ay kısmetler incimsen Güzel yegemirsen Ahardın sevincimsen Güzel yegemirsen Güzel benden incimsen Niye bize gelmirsen Apardın sevincinsen Niye bize gelmirsen Ay kız benden incimsen Bize niye gelmirsen Bravo. Halaldır sizə valla sağ olun. Əziz tamaşaçılar. Ben sizin yerinizde olsaydım axırında diyerdim ki Pərviz bizden incimisən bize niye gelmiştin? Bizdə tərsinə də müğənni odur, prodüser mənəm. O konserti bağlayanda gəlir axır vaxtla bizim verilişləri.
Yox, Nazirən xanım, manız çox yatır. Nəsə fikirləşmək lazımdır. Nəsə fikirləşmək lazımdır. Görək neyin. Evlərindən sonra daha yatmayacaq, ev yoxdur. Fikirləşəcək ki, nə, hardan qazanaq gətirək, balalarımız var. Demişəm də, Pərvizin toyunda simləri qıracam inşallah. İnşallah, o gün yaxın günlər olacaq inşallah. Ya Allah, Çox ya yaxındadır. Və bizim dostlar ansamblı, necəsiz? Darıxmırsınız? Burada darıxmaq olar, bura gələn gəlmək istəmir. İndi isə sizindir söz. İkinci mahnını da təqdim elə bizə. Çox sağ olun bir daha. İkinci mahnı da Gəl Gedək Uzaqlara belə adlanır. Yeni mahnıdır. Sən özün bilirsən ki, mən səni sevmişəm necə. Sənin həsrətinlə yar yanıram, alışıram hər gecə. Sən mənimsən, səninlə mən heç kim ola bilməz. Mənim bu məhəbbətim yad əllərdə qala bilməz. Buralarda bizə verməzlər aman bircə olar. Gəl gedək hamıdan, hər kəsdən uzaqlarda qalar. Buralarda bizə verməzlər aman bircə olar. Gəl gedək hamıdan, hər kəsdən uzaqlarda qalar. Heç kimə yoxdur etibar, ayıranlar bizi yar. O qədər mərdimə zar var, ayıranlar bizi yar. Səni məndən alsalar tək qalaram, dəli olaram. Anlamırsan mı, yəni dəli olaram, dəli olaram. Buralarda bizə verməzlər aman bircə olar. Gəl gedək hamıdan, hər kəsdən uzaqlarda qalar. Buralarda bizə verməzlər aman bircə olar. Gəl gedək hamıdan, hər kəsdən uzaqlarda qalar. Nə deyirsən demə, ancaq mənə ayrılaq demə. Ürəyimə vurma mənim bağ, mənə ayrılaq demə. Ayrılıq olsa əgər mən ölərəm, məhv olaram. Həsrətin üzər məni, mən gün-gündən solaram. Buralarda bizə verməzlər aman bircə olar. Gəl gedək hamıdan, hər kəsdən uzaqlarda qalar. Buralarda bizə verməzlər aman bircə olar. Gəl gedək hamıdan, hər kəsdən uzaqlarda qalar. Bir sən ol, bir mən olum, başqa nə lazımdır bizə. Qoruyaq sevgimizi, sadiq olaq sevgimizə. Bu həyat sevənlərin sevgi üçün bir daşıyaq. Gəl çıxaq gedək səninlə bircə xoşbəxt yaşayaq. Buralarda bizə verməzlər aman bircə olar. Gəl gedək hamıdan, hər kəsdən uzaqlarda qalar. Buralarda bizə verməzlər aman bircə olar. Gəl gedək hamıdan, hər kəsdən uzaqlarda qalar. Təşəkkür eləyirəm. O məsumiyyətiniz həmişə qalsın. O abır həyanız belə həmişə üzərinizdə qalsın. O zaman büyük keyfimizi açdı neysə. Çörək taparsın. Və indi təbii ki, buyursun bizim Dağlar oğlu. Hə, bu Tayyib Cəbrayıllı balası dursun ayağa. Buradan bir daha salam göndərirəm. Bir daha salam göndərirəm. Bu mahnını ilk dəfədə oxuyuram efirdə, sizin verilişdə oxuyuram. Manaf Ağayevə sözüm var, de. Manaf Ağayevə Allah Teala'dan uzun ömür, can sağlığı arzulayıram. Sən çörək taparsın, hər verilişdə onun adını çək. Çəkmişəm hər veriliş. Çünki o mənim borcumdur. Onun əziyyəti mənim üstümdə çox olub, doğrudan. Əsl Azərbaycan oğludur. Məmməd Həsən Bəhmənlinin də bu da. Mahnının adı Unuda bilirsən unut, unutmadın tez qayıt. Unuda bilmirsən tez qayıt. Nə gözəl. Yəni sonra gec olacaq da. Çox gözəl, çox gözəl.
Təşəkkür eləyirik. Səni unutmaq olar, o ağlı yoxdur Znaç. Buradan bəstəkarına da təşəkkür eləyirik. Əziz tamaşaçılar, bir sizə çox vacib bir sözüm var. Bu, təbii ki, ən çox Cənub bölgəsinə aiddir. Mənim doğulub boya başa çatdığım torpaqlar. Buradan hər birinizi salamlayıram. Yadınızdan çıxarmayın ki, sentyabr neydi? Gələn ayın Allahın köməyi ilə 11-i. iyunun 11-ində gözəl təbii ki iftar süfrəsi olacaq və çox böyük bir konsert olacaq demək olar. Hətta biletlər var mübariz. Sən Həzrət Abbasdan bir söz deyim. Mən deyirəm bu Nazım Ənliyə qədər bu qədər çox istəyir. Həqiqi bu zona qardaş. Hamısı salam göndərəm bütün cənub buradan torpağı. bütün cənub təbii ki 11-i bizi gözləyin gəldik inşallah. 11-ində Allah qoysa ulduz yağışı olacaq Xəzər Palasda. Xahiş eləyirəm. Əzizlərimiz, indidən tələsin, biletlərinizi alın, yerlərinizi tutun. Möhtəşəm bir konsert olacaq və həmən konserti mən öz verilişimə çəkəcəm və sizlər də demək olar ki, mənim qonağım olacaqsınız və təbii ki, bütün dünya baxacaq buna və bizim orada 2 verilişimiz olacaq həmən o konsert boyu. Amma kimlər olacaq demədə sürpriz qalır. Ay, kimlər yoxdur, kimlər? Yox, demə. Deyəsən, anons gedir, təbii ki, o bölgə televiziyasında. Mən elə gəlir, artıq anonslar gedir. Sadəcə hələlik çoxdular. 4 nəfərin adını deyə, hələlik. Aşıq Mübariz oradadır, başladı o heç. Kölün xanım Kərimova, Cabbar Musayev, Şəbnam xanım Tovuzlu, sonra Nadir Qafarzadə, Sevil İskəndərli, Aynur xanımımız var, elə o bölgədəndir. Sonra klonlar var. Eldar Ələkbərov var, mənim o gözəl qardaşım, o bölgə onu çox... Gözəl aparıcımız Narınc xanım oldu. Mən varam, Narınc xanım, kimlər yoxdur, hələ bunlar mənim əzizlərim bir hissəsidir, ikinci hissədə isə yenə də möhtəşəm qonaqlarımız olacaq. Kim bilir, kimin xəbəri var, zəym vurur müğənnilər ki, biz də gəlmək istəyirik. Sağ olun, var olun. Bu da təbii ki, Xəzər Palas, təbii ki, orada olan o İstirahət Mərkəzinin müdiriyyətinə təşəkkür edirik ki, bizə çox yüksək etinad göstərdi, bizə çox yüksək hörmət qoydular və bizim sənətçilərimiz orada olanda o hörməti özlərinə gördülər deyə bu il artıq 1 yaşı olur oranın və biz açılışdaydıq orada. İndi həmən insanlar özlərini öldürürlər ki, biz yenə gəlmək. Bir alqışlar gəlsin Cənub torpağının şərəf. Sizin üçün biletlərinizi alın. İndi istərdim həzin bir mahnı oxuyum, çünki mənim tamaşaçılarım bu mahnı çox istəyirlər. Məni demirsən, öləm o mahnıdan ötürü. Məni bu mahnı ilə sevmişsiniz, əziz tamaşaçılar. Hardan düşdün, sən yadıma. Baxışların qara etdi günümü, xatirələr ovutmayır könlümü. Həsrətini necə çəkim, necə hardan düşdün, sən yadıma bu gecə. Bu tənhalıq mənlə getmir heç yola, dağlar qayıb, qıymaq gözlərim dolar. Yaşayaydıq ömrümüzü beləcə, hardan düşdün sən yadıma bu gecə. Fikirlərim yenə yaman qarışdı, duyğularım od tutuban alışdı. Dedim bəlkə xatirələr yan keçər, hardan düşdün sən yadıma bu gecə. Fikirlərim yenə yaman qarışdı, duyğularım od tutuban alışdım. Dedim bəlkə xatirələr yan keçər, hardan düşdün
sen yadıma bu gece. Nece dönsün ayrılığa bu yürek, gözlerini yummayacağım süpedek. Qəsd edəcəm mən özümə beləcə, hardan düşdün sen yadıma bu gece. Bu tenhalı mənlə getmir hiç yola, nar kayıp kıyma gözlerim dolar. Yaşayaydık ömrümüzü beləcə, hardan düştün sen yadıma bu gece. Fikirlerim yine yaman karıştı, duygularım o tutuban alıştı. Dedim belki hatireler yan geçer, ardan düştün sen yadıma bu gece. Fikirlerim yine yaman karıştı, duygularım o tutuban alıştı. Dedim belki hatireler yan geçer, ardan düştün sen yadıma bu gece. Hardan düştün sen yadıma bu gece. Hardan düştün, hardan düştün sen yadıma bu gece. Bu gece, bu gece. Əziz tamaşaçılar, bu mahnı 20 ilə yaxındır ki, sevilir. Bu mahnı 20 ilə yaxındır ki, sevirsiniz, istəyirsiniz, el şənliklərinizdə, tədbirlərdə, konsertlərdə hər zaman bunu məndən istəyirsiniz. Hər zaman tələbatlı mahnı olub bu mahnı. Və bunun mahnının sözləri Zemfira xanım Əliş qızının, musiqisi isə hər kəsin çox sevdiyi, könüllərdə taxt quran Cabbar Musayevin musiqiləridir. Hər dəfə bunu neçə müğənnilərlə mən duet də oxumuşam. Pərvin Lətifovla, Rövşən Məmmədovla. Sonra kim var bizdə? Yenə oxumuşuq deyəsən. Çox müğənnilərlə, o el şənliklərində çox olub, amma sırf klip Rövşən Məmmədov və Pərvin Lətifov olublar. O vaxt Pərvin çox istəyirdi bu anı və doğrudan da gözəl oxuyurdu. Və bir dəfə təklif elədi, Nazan xanım, bəlkə bunun nə olar, mənimlə bir duet oxuyaq. Duet oxuduq, klipini də çəkdik. Maşallah, YouTube'da baxış da həddindən artıq çoxdur. Sizin də bütün mahnılarınız, baxın, belə uzun ömürlü olsun. 20 illərlə, 50 illərlə, 100 illərlə yaşasın. Varizin elə gözəl, maşallah, ifaları var ki, təbii ki, tarixdə qalacaq. Təbii ki, vaxt olacaq, o gül balaları fəxr eləyəcək ki, atamız, baxın, bu sənətin sahibi olub. Sənət də seçəndə, təbii ki, gərək elə sənətin arxasıca gedəsən ki, o sənət də sənə yaraşsın, sən də o sənətə yaraşasan və o sənət həmişə səni uca etsin. Bir daha əziz tamaşa. Valla, sənin səsin adamı nə bilim, aralar aparır. Mən indi istərdim, bizim burada ansamblımız var. Bu ansamblın da ifasında bir gözəl, nəsə ürəyiniz istəyir ifa edin, xahiş edirəm. Dostlar, instrumental ansamblı.
Dostlar, instrumental ansambl Firdevsiyə isə belə 5 mərtəbəli sağ ol düşür. Təşəkkür edirik, bax bu cür istedadlı bu ansambla. Hər birinin üzvlərinə təşəkkürlər. Çox sağ olsunlar. Elvin sözün oları birdən deyil, ürəyində saxlama. Çox sağ olsunlar, əziyyət çəkib gəliblər. Allah ömür versin. Çox sağ olun Şahik qardaşım. Özlərini tanıdırlar, insanlar Çox görür bunları canlı. Təbii gəlməlidirlər, insanlar tanımalıdırlar ki, bunlar bu sənətin sahibləridirlər. Bilirsiniz, Mübariz də mənlə razılaşar, Mübariz. Ümumiyyətlə, sənət adamları hamını tanımaq daha gözəl olar. Tanınsalar daha yaxşı olar. Baxın, elə bu televiziya məkanları da o yüzdəndir. Bu, təbii ki, verilişlər də sizin üçündür, o yüzdəndir. Belə də, maşallah, dəqiqliyi ilə yaxşı ansambl olanda, yaxşı təbii ki, musiqi olanda mənə də ləzzət eləyir və hər kəsə xoş olur. Televiziyanın da, təbii ki, əməkdaşları, burada bizi fəaliyyət göstərən o çalışanlar, böyük bir komandamız var, onlara da xoş olur. Və indi isə yavaş-yavaş necə gəldik, 1 saat yarım, maşallah, gəldik, keçdik, bilmədik. Əziz Dünya TV tamaşaçıları, əziz Nazilə verilişinin tamaşaçıları, var olun, sağ olun, izlədiyiniz üçün. Hər bir şeyi bilirəm, vallahi hamı mənə çatır. Hamı nə istədiyini mənə yazır, bilirəm, çox sağ olun. Və bunu da unutmayaq ki, bugünkü verilişimiz canlı deyil idi. Amma gələn görüşlərdə yenə də sizinlə inşallah canlı olacaq və bundan sonraki verilişlərdə canlı bağlantı sadəcə telefon zəngi yox, SMS-lərlə olacaq inşallah və bir diyeceğimiz də yəqin ki, bizimlə fəaliyyət göstərəcək. Bizə baxın, bura çox maraqlıdır və burada bizə təbii ki, dəstək olan, bizimlə birlikdə çalışan Dünya TV-nin əməkdaşları, sizə təşəkkür eləyirəm. Və burada bizim bu gözəl, dəyərli ansamblın üzvləri, sizə təşəkkür eləyirəm. Bura gələn qonaqlarım, Mübariz qardaşım, kameramanlar, səs rejissorumuz və mənim prodüserim, hər biriniz var olun, rəhbərlik sağ olsun. Bunlar təbii ki, sizin üçündür. Əzizlərimiz bizi təbii ki, unutmursunuz. Bir daha məni geyinib keçindirən X-Lady'yə təşəkkür eləyirəm. Bilirsiniz, Neftçilər metrosunun yaxınlığında yerləşir. 4 mərtəbəli gözəl bir mağazadır. Ürəyiniz nə istəyirsə orada xanımlarınıza təbii ki, ala bilərsiniz. Zövqlü məkan X-Lady. Və saçıma görə yenə Yeganə xanıma təşəkkür edirəm. Buyursun həmən bizim qardaşımız ürək sözünü desin. Necə keçdi bu saat yarım? Nazanım, çox sağ ol. Allah səni var eləsin. Elə bir gözəl veriliş ərşəyə gətirmirsən ki, vallahi hər bir insan sevir sənin verilişini və qonaqlar da həmişə elə qonaqlar çağırırsan ki, onlar səni vallahi unutsalar demək özlərini unudarlar. Çünki onlara sən yol açırsan, üzə çıxardırsan, tanıtdırırsan. Bir söz deyim, Mübariz, söz və qüvvət. Bu yaxınlarda bir nəfər mənə zəng vurdum. Sənət aləmindəndir, düzdür, amma müğənni deyil. Amma deyəcəm. Zəng vurdu, dedi ki, Nazən, sən verilişin o qədər gözəldir ki, sənə lazım deyil, bu tanınmayan adamları çağırma. O qədər pis oldum. Deyim, düz danışmırsan. Mən də vaxt olub tanınmamışam. Bu sözlər mənə də aid ola bilərdi. Bugün mən səhnəyə atılsaydım. Mənə verilişim Naz ilə yazılıb. Baxan, yəqin ki, bunu düzdür, mənə görə baxılır, bilirlər mənim verilişimdir və burada aparıcı mənəm. Əgər qonağım üzr istəyirəm, kiməsə maraqlı deyilsə, mənə baxacaq baxan, onsuz da baxacaq. Verilişin axırına kimi baxacaqlar. Qaldı ki, mənim qonaqlarıma heç kəs heç nə deyə bilməz. Çünki o qədər doğrudan da mən sahib seçmə qonaqlar bu verilişə dəvət edirəm ki, məmnun da qalıram, insanlar da məmnun qalır. O 1-2 nəfərin fikri, rəyi mənə heç maraqlı deyil. Bunlar təbii ki, olmalıdır. Mən üzr istəyirəm, elə tanımış oxuyanlarımız var, heç belə canlı oxuya. Hələ onu deyəcəkdim, maşallah, gördünüz. Valla düz deyirəm, halal olsun. Baxırsan, heç... Musiqisi qardaşlarımız, gördün nə gözəl ifa edirlər. Halal olsun sizə, var olun. Yenə gəlin, yenə sizi Nazilə verilişində görmək istərdik. Valla bana Nazilə xanım gözəl verir. Hansına deyirsən ki, qardaş, canlı, indi olub da, bax, məsəl üçün, ən tanınmış, adını çəkməyəcəm, ən tanınmış xalq artistimiz. Qardaş, olub mənlə Mingəçevir şəhərində, o yaxta deyirlər, nə deyirlər, gəmi kimi. Onun üstündə vəzifəli şəxslər oturublar, stol açıblar. Gəmi ilə gəzə-gəzə gözəl o Mingəçevirimizin o dənizində gəzirik. Qardaş, nə olsun indi burada mikrofonu, aparatı, musiqini hardan tabaq? Bu saz milli alətimizdə bununla heç olmayan bir ağız, bir kəlmə. İnandırım sizi ki, o heç oxuya bilməli. Maşallah, gənclərimiz çox istedadlıdır hal-hazırda. Maşallah, gözəl oxuyur. Buyursun.
ürək sözünü. Sağollaşdın. Çünki vaxtımız çox məhduddur. Çox sağ olun bir daha sizə. Siz sağ olun. Siz sağ olun. Bizi kanlı rəhbərinə təşəkkür edirəm. Mən də Mübariz müəllimin sözlərinə qoşuluram. Həqiqətən də verilişiniz çox gözəldir. Özünüz kimi Allah sizə can sağlığı versin. Və hər birinizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Mən də sizə yenə çox təşəkkür edirəm. Mübariz müəllimə təşəkkür edirəm. Mən bir söz deyim ki, Nazərin xanım həmişə belə gənclərə dəstək olub. Bunu mən həmişə görmüşəm, yəni efirdən də izləmişəm. Çox sağ olun. Pərviz qardaşıma da çox sağ olun. Ansamblımıza, tamaşaçılarımıza da çox sağ olun deyirəm. Orada mənim oğluma verin o. Pərviz, mən bunu Fəxriyə də oxşadıram Orxana da. Nəsə o qədər şirin gəlir balamız. Bir daha çox sağ olun, minnətdaram sizlər üçün. Doğrudan da veriliş gözəl oldu və mən şadam ki, sizin verilişdə qonaq oldum. Belə gözəl insanlarla tanınmış sənətkarlar. Yaxşıdır ki, mən bunu çağırdım verilişə. Bunun mahnısını oxuyacaqdım. Məhkəmələrə gedəcəkdik Pərvizlə ki, icazəsi bir şey olmaz. Çox sağ olun Nazənin xanım. Siz tək bizləri yox, bizim valideynlərimizi də çox sevindirirsiniz. Allah sizi ürəyinizə görə versin. Siz çox insanları sevindirirsiniz. Bizim kimi belə cavan müğənnilərə dəstək olduğunuz üçün çox sağ olun. Allah təala. Siz belə ağıllı olun, elə bəsdir, valideynlərinizin başını uca eləyin. Mən də sizi çağırım fəxrlə, valla. Çünki çox sevirəm. Bax, bu cür kişi kimi qaməti, kişi kimi geyimi və bu cür də sənətiniz. Sevim səni, gəl görüşəm, görüm səni. Sevim məni, sevim səni, gəl görüşəm, görüm səni. Gəl görüşəm, görüm səni. İlk dəfə olaraq Nazənin verilişində ən son yazdığım mahnı. Məhəbbətin gözüsən, ürəyimin közüsən. Elə mənim özümsən, sevmənin sevim sənin. Məhəbbətin gözüsən, ürəyimin közüsən. Elə mənim özümsən, sevmənin sevim sənin. Elə mənim özümsən, sevmənin sevim sənin. Sevmənin sevim sənin. Gəl görüşəm, görüm səni. Sevmənin sevim sənin. Gəl görüşəm, görüm səni. Gəl görüşəm, görüm